Aprelin 10-da Bakı və Sumqayıt şəhərləri, eləcə də Abşeron rayonu üzrə aprel ayının pensiyaları ödənilib. Yeni Sabah az məlumat verir ki, pensiya vəsaitləri artıq təqaüdçülərin bank hesablarına köçürülüb. Başqa bölgələrdə pensiya ödənişlərinin aprelin 20-dən 28-ə mərhələli şəkildə həyata keçirilməsi nəzərdə tutulur. Azərbaycanda kişilərin pensiya yaşı 65, qadınların pensiya yaşı isə 64-dür. İyul ayında qadınların pensiya yaşı 6 ay artaraq 64,6 olacaq. Əmək pensiyaları haqqında qanuna görə kişilərin yaş həddi 2017-ci il yulun 1-dən 1-ci il yulun 1-dək, qadınların yaş həddi isə 2017-ci il yulun 1-dən 2027-ci il yulun 1-dək hər il 6 ay artırılmaqla müəyyənləşdirilir. Yəni bir il sonra qadınların da pensiya yaşı 65 olacaq. Ancaq bu qayda hamıya aid deyil. Pensiya yaşı müxtəlif insanlarda fərqli ola bilər. Bu insanın peşəsi, sağlamlığı və himayəsində olan uşaqların yaşına görə müəyyənləşir. Yeni Sabah bizim mediaya istinadən daha tez pensiya hüququ yaranan şəxslərin siyahısını təqdim edir. Axırıncı iş yerindən asılı olmayaraq, güzəştli şərtlərlə yaşa görə əmək pensiyası almaq hüququ verən incəsənətin xüsusi sahələrinin, yeraltı əmək şəraiti xüsusilə zərərli və ağır olan işlərin, istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqanın qurumun təsdiq etdiyi siyahısında nəzərdə tutulan işlərdə azı 12 il 6 ay çalışmış kişilərin və azı 10 il çalışmış qadınların əmək pensiyaları barəsində Azərbaycan Respublikası qanununun 7-ci maddəsində nəzərdə tutulmuş şərtlər daxilində yaş həddi 5 il azaldılmaqla yaşa görə əmək pensiyası hüququ vardır. Hazırda bu sahədə göstərilən qədər açılışanların pensiyaya çıxması üçün tələb olunan minimum yaş kişilər üçün 60, qadınlar üçün 59 müəyyən olunub. Hipolizqanizm xəstəliyinə tutulan şəxslərin, liliputların və fizioloji mütənasibliyi pozulmuş cırtdan boy şəxslərin azı 5 il sığorta stajı olduqda əmək pensiyaları haqqında Azərbaycan Respublikası qanununun 7-ci maddəsində nəzərdə tutulmuş yaş həddi 20 il azaldılmaqla yaşa görə əmək pensiyası hüququ vardır. Kişilər 45 yaş, qadınlar isə 44 yaşa çatdıqda pensiyalam hüquqları yaranır. Valideynlərini itirmiş və ya valideyn himayəsindən məhrum olmuş 8 yaşınadək övladlığa və ya qəyyumluğa götürülmüş uşaqlar da daxil olmaqla 5 və daha çox uşağı olan və ya əlilliyi müəyyən olunmuş uşağı olan qadınların və kişilərin uşaqların 8 yaşınadək sağ olması şərti ilə əmək pensiyaları haqqında Azərbaycan Respublikası qanununun 7-ci maddəsi ilə müəyyən olunmuş şərtlər daxilində yaş həddi 5 il azaldılmaqla yaşa görə əmək pensiyası hüququ vardır. Belə olduqda kişilərin 60, qadınların isə 59 yaşında pensiya almaq hüququ yarana bilər.